Bildiyiniz kimi biz hal-hazırda Bəxtiyar Vahabzadə yurdunda, Türk dünyasının mütəfəkkiri və dəyərli şairi Bəxtiyar Vahabzadənin yurdundayıq. Şəki şəhərindəyik. Yuxarı Baş məhəlləsində yerləşən Bəxtiyar Vahabzadənin ev muzeyindəyik və bugün biz Əbədi Birlik Gənclər İctimai Birliyi və Nova Türk Medianın təşkilatçılığı ilə Bəxtiyar Vahabzadə və Əbədi Birlik idealı mövzusunda belə bir söhbət gerçəkləşdirdik. Və hal-hazırda da Bəxtiyar Vahabzadənin irsini həm Şəkidə, həm ümumiyyətlə Azərbaycan Respublikasında tanıtmaq üçün mühüm xidmətləri olan insanlar buradadır. Ev sahibimiz Elşən bəy Zəkəriyyə bəylidir. Bəxtiyar Vahabzadə ev muzeyinin direktorudur. Bizim Akif müəllimdir. Həm tibb üzrə doktordur, həm də eyni zamanda Bəxtiyar Vahabzadə irsinin tanıdılmasında, şeirlərinin səsləndirilməsində mühüm xidmətləri var. Eyni zamanda da Azərbaycanın əməkdar jurnalisti və eyni zamanda Şəki qəzetinin baş redaktoru, hansı ki tarixi bir qəzetimizdir, Şəki qəzeti. Onun baş redaktoru Akif müəllim salam buradadır. Və Sərdar bəy də bizim Kıbrısdan media təmsilcimizdir. Eyni zamanda da Nova Türk Medianın həm təsisçisidir. Birlikdə bu layihəni keçirməyi düşündük və istəyərdim ki, ilk olaraq sözü ev sahibimiz Elşən bəyə verək. Buyurun Elşən bəy. Evet. Mən də tamaşaçılarımızı, bizi seyr edənləri salamlayıram. Unudulmaz şairimiz, Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin doğulduğu yurtdan. Və sizə minnətdarlıq edirəm ki, elə Bəxtiyar müəllimin də ad günü ərəfəsində bu gözəl yurtda qonaqsınız. Ədəbi bir Türk dünyasının böyük şairi, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin yurdundan tamaşaçılarımızı salamlayıram, seyircilərimizi salamlayıram. Şahin bəy, Sərdar bəy və hər ikisinin eyni adı var. Akif müəllim sizi, Akif həkimi salamlayıram, xoş gəlmisiniz deyirəm. Artıq bu yaxınlarda Bəxtiyar müəllimin avqustun 16-sında ad günüdür. Gözəl bir ərəfədə görüşmüşük. Elə hörmətli tamaşaçılarımıza onu demək istəyirəm ki, bax, qonaqlarımız bu yurdun istifadəyə verildiyi gündən dostu olan insanlardır. Bəxtiyar ocağının ən yaxın, ən doğma insanlarıdır. Hər birinizi burada görməkdən çox sevinirəm və xoş gəlmisiniz deyirəm. Xoş gördük. Elə muzey 10 ilə çatır istifadəyə verilən. Necə ki, biz hər dəfə qeyd edirik ki, Türk dünyasının böyük şairi, bu təkcə sözdə yox, əməldə də belədir. Ötən il Bəxtiyar Vahabzadənin 100 illik yubileyləri var idi. Elə bizim ən çox qonaqlarımız da Türk dünyasından gələn qonaqlarımız oldu. Heç vaxt Şəkidə ötən ilki kimi bütün Türk respublikalarının səfirləri bir neçə dəfə muzeydə olmamışdı, Şəkidə olmamışdı. İstər konferanslar, istər simpoziumlarda, istər Bəxtiyar Vahabzadənin 100 illik anadan olma günü burada qeyd olundu, çox təntənəli. Türkiyədən, Kıbrısdan, Türkmenistan, Özbəkistan, Tataristan, bütün Türk xalqlarının nümayəndələri Bəxtiyar ocağını sevə-sevə ziyarət elədilər. Qonağımız oldu hər biri. Bu da zaten Türk dünyasının Bəxtiyar Vahabzadəyə verdiyi önəmin bariz nümunəsidir. Zaten Sərdar bəy də bunu təsdiqləyər. Evet, gerçekten öyle ki zaten birinci bölümde Akif Bey'le de onu konuştuk ki girizgahımızı şöyle yapmıştık. Şeki'de, bu Şeki'nin güzelliğinde hürmetli Bahtiyar Vahabzade öyle ilham almış ki aslında sadece Türk dünyasına da yok, tüm dünyaya yayılan o güzel eserleriyle hatta bugün onun yarattığı, onun yaşadığı bu güzel yerde bu güzel sohbetleri edebiliyoruz. Sizlerin bu imkanı yaratmasıyla. Həm də çox böyük sayğılar gördüm ötən il. 1926-cı ildə Bakıda keçirilən Akif müəllim Türkoloji Qurultayın Ankarada 100 illiyini keçirirdilər. Məni də ora dəvət elədilər. Keçiörən bələdiyyəsində, Ankaranın müxtəlif yerlərində mən Bəxtiyar Vahabzadə adına olan parkları gördüm, məktəbləri gördüm, kollecləri gördüm. Bir daha gözümlə görəndən sonra, şahid olandan sonra bildim ki, Bəxtiyar Vahabzadənin Türkiyədə adı nə qədər gözəl məkanlarda
mərkəzi parklarda, küçələrdə əbədiləşib. Evet. Və bunu da Bəxtiyar Vahabzadə Ev Muzeyinin direktoru olaraq çox sevdim və sevindim ki, o böyük qurultayın həm iştirakçısı oldum, həm 4 gün Ankara'da olduğum vaxtda Türk dünyasının böyük şairinin Türkiyədə nə qədər sevilməsinin şahidi oldum. Evet. Gerçekten Hətta öyle. Bəxtiyar müəllimin bir gözəl şeiri var idi. Orada deyirdi ki, əslimi, nəslimi tanıyıram mən. Qarışıq deyiləm özümdən hürkəm. Sən kimsən, sən nəsən, özün bilərsən. Mən iş qaynağımdan Türk oğlu Türkəm. Yəni bu da zaten Türklüyə, millətçiliyə verdiyi dəyərin bariz nümunəsi idi. Bəli. Bugün bu tədbirin burada keçirilməsinin dərin rəmzi mənası var bu mənada. Meyin. Dərin rəmzi Zaten- mənası var. Yəni əbədi birlik ideyası çox doğmadır Bəxtiyar müəllimin yaradıcılığına, gəncliyə tövsiyəsinə. Çox doğmadır. Bu mənada çox düz eləyərək siz buradan başlamısınız. Bəxtiyar müəllimin Bəxtiyar yurdundan başlamısınız. O adamın yurdundan başlamısınız ki, o öz ata evini uşaq bağçasına vermişdi, öz qəlbini xalqına vermişdi. Məncə bundan böyük vətənpərvərlik, bundan böyük qəhrəmanlıq ola bilməz insan üçün. Ki öz atanın yurdunu, doğulduğun, böyə başa çatdığın bir yurdu balalarımıza bağışlayasan. Uzun müddət bura uşaq bağçası olub da Bəxtiyar müəllim. Ev muzeyindən əvvəl uşaq bağçası olub. Biz onda yazmışdıq, Azərbaycan qəzetində yazmışdıq ki, Bəxtiyar Vahabzadə qəlbinin xalqına, ata yurdumu uşaqlara bağışlayıb. Sizin sözünüzün qüvvəti yeri gəldi mən deyirəm. Türkiyədə səfərdə olanda biz hansı universitetdə, hansı bələdiyyədə görüş keçirirdiksə, orada bizi təqdim edirdilər. Bu Bakıdan gəlib, bu Naxçıvan bölgəsindən gəlib, bu Gəncədən gəlib. Növbə mənə çatanda deyirdilər ki, bu Bəxtiyarın yurdundan gəlib. Onda münasibət dəyişirdi. Başkan deyirdi ki, müəllim sən bura gəl, mənim yanıma gəl. Mən gedib ayaqda otururdumsa, məni çəkirdilər ki, gəl sən burada otur, çünki sən Bəxtiyarın yurdundan gəlmisən. Mən dünən də bu söhbət elədim. Bəli. Ərzurumda universitetin adı yanından çıxıb, Atatürk Üniversiteti. orada görüş keçirirdik, doğru. Orada görüş keçirirdik, biz səhnədə oturmuşduq. Aparıcı hamını elan elədi, mən yenə adətli üzrə böyürdə arkada oturmuşdum, qıraqda oturmuşdum. Ki bəs müəllim Bəxtiyarın yurdundan gəlib. Orada salon belədir ki, belə getdikcə piləkən sıralar düzülüb, salon belədir. O Bəxtiyar müəllimin adını eşidəndə o salon hamısı ayağa durdu. Kəpik çaldı, olça çaldı. Mən elə gəldi ki, salon mənim üstümə gəlir. Yəni o dərəcədə hərarətlə, o dərəcədə sevgi ilə, o dərəcədə coşku ilə Bəxtiyarı alqışladılar. O Ərzurumun bilirsiniz də dəniz səviyyəsində neçə metr yüksəkdə yerləşən bir şəhərdir. Elə bil ki, ora gedəndə mənim də qəlbimə nə isə doldu. Bir neçə misra belə yazmışdım. Duyğulandım bir anda, Ərzurumun gədiyinə varanda, yada düşdü Qoçkör oğlum, əsli Kəran dəstanım, aç qoynunu qucaqlaşaq, Ərzurumum, aslanım. Onların emblemində aslan var da, necə Şəkinin emblemində at rəsmi var. Salon yenidən gurladı. Yəni bu Bəxtiyara olan duyğu idi, Bəxtiyara olan sevgi idi, Azərbaycan xalqına olan məhəbbəti idi. Və bugün də bu görüşün burada keçirilməsi tam təbiidir. Gənclik ədəbi məşəlini burada yandırırsınız. Səfərə buradan başlayırsınız. Uğur olsun, xeyirli olsun, sağlı olsun. Çox sağ olun Akif müəllim. Minnətdarım. Və bu günlərin Akif həkimin kitabının burada açılışını da, təqdimatının da dərin rəmzi mənası var. Yəni həmin varisli, yəni nəsil davam edir. Bəxtiyar ocağında yenə şeir oxunur. Bəxtiyar ocağından yenə dünyaya pəncərə açılır. Akif həkim uzun illər Şəki səhiyyəsində, Azərbaycan səhiyyəsində imzası olan bir insan. Bu ədəbiyyata bu dünya görüşlə gəlib, bu məhəbbətlə gəlib, insanlara sevgi ilə gəlib. Mən açıq deyəcəyim, ruhi əsəb dispanserinin uzun illər həkimi, uzun illər
təkcə Şəkidə yox, Şəki-Zaqatala zonasına xidmət edən, Azərbaycanın şimal-qərb 7 rayonu. 7 rayona xidmət edən bir müəssisənin rəhbəri olub. Mən üzr istəyirəm. Ruhi xəstələri həmişə adamlar evlərindən uzaqlaşdırırlar. Oğlu oldu, qızı oldu, qardaşı oldu, bacısı oldu, atası oldu, anası oldu. Bu adam o insanlara qucaq açır. Bu adam o insanları müalicə eləyib. Qayğısına qalıb. Belə deyirəm adaş. Çox Və sağ ol. bundan Sizə görə. dolayı bundan müqəddəs nə iş ola bilər? Heç nə. Akif Həkim beləcə Azərbaycan xalqının xidmətində dayanıb. O insanların xidmətində dayanıb ki, o insanları, doğmaları özlərindən bir köynək uzaqlaşdırıblar. Deməli, Evet. biraz əvvəlki görüşümüzdə dedim də, Şəki qəhrəmanlar yurdu olduğu kimi şairlər vətənidir, alimlər vətənidir, yazıçılar vətənidir, bəstəkarlar vətənidir. Qarabağda necə uşaq ağlayanda muğam üstündə ağlayırsa, burada da insanların danışığında bir şeiriyyət var, bir səmimiyyət var, bir məhəbbət var. Necə Şəkinin təbiəti gözəldir, belə hesab etsək ki, insan təbiətin bir hissəsidir, deməli insanlar da gözəldir. Mən o gözəlliyi ilə mənim həkim, şair qardaşımın timsalında görürəm. Onun şeirlərindəki səmimiyyətdə görürəm. Onun şeirlərindəki məhəbbətdə görürəm. Bir sıra kitabların müəllifidir. Şəkidə Səbuhi Ədəbi Məclisi fəaliyyət göstərib uzun illər. Yəni Səbuhi tarixi nə qədər qədimdirsə, Şəki qəzetinin nəzdində fəaliyyət göstərən Səbuhi Ədəbi Məclisinin də tarixi bir o qədər genişdir, qədimdir. O məclisin yetirdiyi şairlərdən biri də bizim qələm dostumuz, bizim sevgili dostumuz, bizim həkim dostumuz Akif bəyin şeirləridir ki, ortadadır, kitabları ortadadır, yaradıcılığı ortadadır, qəlbi ortadadır. Evet. Bu günlərdə onun deməli bir yeni bir kitabı işıq üzü görüb özdən sözə kitabı. Özdən sözə. Olduqca mənə. Mən belə deyək ki, indi Bəxtiyar Vahabzadə haqqında bu verilişi belə çox şad oldum ki, belə yaxşı, belə tərkibdə bu cür, yəni bu vəsf olunur, bu cür deyək ki, Bəxtiyar Vahabzadəyə qiymət verilir. Mövzu da indi bu veriliş gedir ki, insan bəlkə də saatlarla danışa bilər. Məsələn, Bəxtiyar müəllim haqqında mənim elə bir təəssüratım var ki, onun əlacı olsa tək hər bir insan da yerinə özünü fəda eləyərdi. Ki, onun problemini o həll eləsin, yoluna qoysun. O qədər həssas, o qədər diqqətli bir insan idi. Məsələn, mən bu gün az-çox nəyəsə nail olmuşam, ona minnətdaram. Çünki inanmıram Bəxtiyar Vahabzadə elə bir deyim ki, onun əsər ola ki, elə bir şeir ola ki, mən onu oxumayım. Və hətta ən çox da xoşladığım onun bir piyesində 2 dənə Nəsimini orada elə bir üz-üzə qoyur. Axı tarixdə Nəsimi adını özünü təqdim edən çox olub. İndi bunlar da ikisi də həbsxanadadır. Amma ikisi də bilir ki, bu Nəsimi deyil də. Amma bir-birini sınıyır ki, görək bu bir qabında bir şey var, ağımda bir şey var, yoxsa elə boş boğaz da deyir ki, mən də Nəsimiyəm. Orada onların diyaloqu var. Mən inanırsınız, bəlkə də sizə qəribə gələr, bütün o pərdəni tam əzbərləmişdim. Sevgini görürsünüz, Bəxtiyar yaradıcılığına. Evet. Orada birinci başlayır, bir öbürünə deyir ki, deyir, onda cavan oğlan de görək mənə Allah'a çatmağın nəymiş yol. Öbürü cavab verir. Deyir, idraçda yol açmış gecədən gündüzə Allah, güldürməsən öz könlünü, gülməz üzə Allah. Anda Şəkidə Bahtiyar Dünyaya- Vahabzadə Ev Müzeyinde aynı zamanda Nova Türk Medya'nın ilk programı gerçekleşti ve Ebedi Birlik Gençler İçtimai Birliği ve Nova Türk Medya'nın iştirakçılığı ile birlikte ilk program senetli film şeklinde çekildi. Aynı zamanda bu programda Şeki'nin kadim tarihi, aynı zamanda Bahtiyar Vahabzade'nin hayatı ve şiirleri, aynı zamanda değerli Akif Hekim beyefendinin
şiir kitabının takdimi, aynı zamanda Akif Salam'ın Şeki'yi tarihi cihette Şeki tanıtımı, aynı zamanda Bahtiyar Vahapzade Ev Müzeyi Direktörü hürmetli Elşen Bey'in Bahtiyar Vahapzade ile alakalı güzel sözlerini ve tarihe hatıratlarını dinledik. Şimdi ise Ebedi Birlik Gençler İçtimai Birliği ve Nova Türk Medya iştirakçılığıyla yaptığımız bu ilk programının açılışında bizlere kıymetli manevi katkılarından ötürü kendilerine Fahri Ferman ve bir teşekkür belgesi takdimi yapacağız. İlk takdimimiz Bahtiyar Vahapzade Ev Müzeyi Direktörü hürmetli Cenap Elşen Zekeriya Beyli beyefendiye, takdimini ise Ebedi Birlik Gençler İçtimai Birliği Başkanı Şahin Aliyev gerçekleştiriyor. Buyurun Elşən bəy. Türk dünyasına verdiğiniz töhfələr üçün və eyni zamanda Bəxtiyar Vahabzadə yaradıcılığını tüm Türk dünyasında təbliğ etdiyiniz üçün təşəkkür edirik. Mən də hər ikinizin fəaliyyətini izləyirəm, uğurlar arzulayıram. Elə sizin fəaliyyətinizdə Türk dünyasına verilən ən böyük töhfələrdir. Sizə gələcək fəaliyyətinizdə uğurlar diləyirəm. Çox sağ olun, var olun. Evet, çok teşekkür ediyoruz. Gerçekten çok teşekkür ediyoruz. Aynı zamanda tabii ki şu anda Şeki'de bulunmamızın hasebiyle çok kıymetli Abdurrahman Nuri Beyefendi'ye de teşekkür belgesini takdim edeceğiz. Kıymetli Abdurrahman Nuri Beyefendi'nin de gerek Şahin Bey'e gerek şahsım nazarında çok büyük emekleri ve manevi nazarda çok büyük hizmetleri olmuştur. Biz de bu hizmetleri inşallah nicelerine ulaştırma yolunda bu nişane ile birlikte taçlandıracağız. Ümumiyyətlə Abdurrahman bəylə artıq 4 ildir, 4 ildən çoxdur, uzun müddətdir ki tanışıq və Abdurrahman bəy hər daim Türk dünyası gənclərinə, bizlərə, Əbədi Birlik Gənclər İctimai Birliyi gənclərinə çox böyük diqqət və dəstək göstərmişdir hər daim. Eyni zamanda da Türk dünyasında da mühüm din müəllimlərindən biridir. Eyni zamanda Şəkidə ilk hafizlər kursunun yaradıcısıdır və ona da xüsusi təşəkkürümüzü bildiririk Abdurrahman müəllimə. Var olun. Çox sağ olun. Mən də əvvəla xoş gəlmisiniz deyirəm sizə, Şahin bəy, Sərdar bəy və hörmətli qonaqlarımızı da, dostlarımızı da salamlayıram burada. Bu gün həqiqətən də belə gözəl, ən azından mənəvi dəyəri böyük olan bir fəxri fərmanı almaq Şahin qardaşımızdan mənim üçün böyük zövqdür və xoşdur. Bu sertifikatı aldığımız yer də bizim Şəkidə ata ocaqlarımızdan biri olan, bölgəmizin, Türk dünyasının mənəvi böyüklərindən söz sahibi, filosof, qiymətli insan, mərhum Bəxtiyar Vahabzadənin müqəddəs ocağında bu sertifikatı almaq ayrı bir dəyərdir. Bu arada qısa bir haşiyə çıxaraq, Bəxtiyar Vahabzadə heç kimə bənzəmirdi, amma Elşən müəllim şəxsən Bəxtiyar Vahabzadəyə mən onu bənzədirəm, o ona bənzəyir. Evet. Elşən müəllim Bəxtiyar Vahabzadənin muzeyinin direktoru olan gündən bəri biz burada sıx təmasda olmağa çalışırıq, əlimizdən gəldiyi qədər. Amma bu il, keçən ay Elşən müəllimin 65 illik yubileyi olmuştur. O yubiley münasibəti ilə, o 65 illiyi münasibəti ilə də Elşən bəy o kamera huzurunda, sizlərin huzurunuzda mən bir daha təbrik edirəm. Şəxsən çox təəssüflər olsun, gəlib iştirak edə bilmədim. Mənə dəvətnamə də göndərmişdi. Səfərlərimiz var idi o aralarda. Bu günə qismət oldu Elşən müəllim, sizi təbrik edirəm. Həm də təbrik edirəm müəllim. Çox yaşayın. Nə yaxşı varsınız siz, nə yaxşı bizim bu Şəkidəki ağsaqqallarımızdan birisiz. Mən bir çox ziyalının, şairin ev muzeyində olmuşam Azərbaycanda, olmağa da çalışıram. Mənim şəxsi fikrimdir. Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru olan Elşən müəllimin timsalına deyirəm, belə bir muzeyi bu qədər yəni möhtəşəm yaşatmaq, bu qədər canlı saxlamaq, necə deyirlər, rəngarəng qonaqlarla birlikdə burada tədbirlər keçirmək hər adamın işi deyil, hər direktorun işi deyil. Qardaşımız təbii ki, olabilir, tanıyorsunuz. Biz 4-5 yıl önce tanıyoruz, takip ediyoruz. Yəni Azərbaycanda mən belə gənclərin vurğunuyam. Evet. Belə aktiv gənclərin aşiqiyəm həqiqətən də. Çox azdır sayları, amma artırmaq lazım. Var olanlarda mən belə başa düşürəm, yüksək səviyyədə dəstəkləmək lazımdır inşallah. Bu qardaşımızın da önü açıqdır. Gələcəyi parlaq görünür.
İnşallah Allah Teala attığı addımları daha da səmərəli etsin, daha da gözəl addımlar atsın, faydalı xidmətlər görsün inşallah. Fədakarlıq eləyir, vaxtını sərf eləyir, şəxsi işlərini kənara qoyub, bu ölkə üçün, bu xalq üçün, bu gənclər üçün həqiqətən də bu uşaq, bu qardaş çalışır həqiqətən də. Maşallah deyirəm, əhsən Var sənə. olun Abdurrahman müəllim. Allah razı Sağ olsun. olun. Çok teşekkür ediyoruz bu anlam ve mana içeren güzel Estağfurullah. sözlerinize göre. Estağfurullah. Ve şimdi ise takdim törenimizin en önemli hisselerinden bir tanesiyle devam edeceğiz. Hem benim için hem de gerçekten Şeki için çok anlamlı ve manalı bir isim. Onurlu gazeteci, duayen medyacı Akif Salam beyefendiye de yine Fahri Fermanımızı huzurlarınızda takdim edeceğiz. Kendileri kabul buyurursa. Təşəkkürlər Akif müəllim. Minnətdarıq dəstəyiniz üçün. Ümumiyyətlə Bəxtiyar Vahabzadə yaradıcılığını da və Bəxtiyar Vahabzadə ilə bağlı olan düşüncələrinizlə bu tədbirdə dediniz və bizi Şəkiyi gəzdirdiniz. Şəkini getdik, gördük canlı şəkildə. Bu bizim üçün çox önəmlidir. Hər şey üçün təşəkkür edirik. Bütün Türk dünyası gəncləri adından. Çox sağ olun. Mən də çox yüksək qiymətləndirirəm, dəyərləndirirəm. Abdurrahman müəllim sizin barənizdə geniş danışdı. Məncə həm də az danışdı. Amma mən biraz yığcam bir şey demək istəyirəm. Siz hər ikiniz gəncsiniz, Sərdar müəllim də, Şahin müəllim də. Gənc ərəb sözdür. Mənası xəzinə deməkdir. Siz hərəniz bir xəzinəsiz. Allah eləsin bu xəzinəni bu xalqın yolunda, Türk dünyasında elə xəzinə kimi qiymətləndirəsiz. Xəzinə kimi xərcləyəsiz. Çox sağ olun. Var Təşəkkür olun, edirəm. minnətdarıq. Çox Gənclik təşəkkür bir edirik. xəzinədir. Siz hərəniz bir xəzinəsiz. Çox təşəkkür edirik. Var olun. Sağ olun. Evet, burada tabii ki takdim törenimizin artık sonundayız. Aynı zamanda yine programımızın da, ilk programımızın da sonundayız. Senin de son sözünü alalım. İlk olaraq Əbədi Birlik Gənclər İctimai Birliyindən savayı Nova Türk Medianın qurulduğu andan etibarən ilk programı bu oldu və bu proqramın Şəki şəhərində keçirilməsi bizim üçün tarixi önəm daşıdı. Çünki bu bizim ilk layihəmiz oldu, ilk projemiz oldu və bu layihənin də Şəkidə, eyni zamanda Bəxtiyar Vahabzadə ocağında keçirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir və inşallah da Türk dünyasına həm media olaraq, həm ictimai birlik olaraq fəaliyyətlərimiz davam edəcək və Türk dünyasına töhfə verməyə davam edəcək inşallah. Evet. Təşəkkürlər. Teşekkür ederim.